O bir şeyi bugün elə sevinclə yeyirlər ki, amma insan vardır, soyunu kökünü yedirdəcək qidası vardır, amma sevinç yoxudur. Ona görə də dəyərli insanlar, zina edib, evinizə gəlib, o evinizin bərəkətini məhv etməyin. Hələ sənin çəkəcəyin əzabdan danışmırıq. Allahın sənə qarşı nifrətindən danışmıram. Hələ evinin bərəkətindən danışıram. Evinin bərəkətini çəkmə. İlla ki, gənclərimiz, valideynlər, övladlarınızı nəzarət edin. Övladlara nəzarət edə bilməzsən gözlə. Tərbiyəsi ilə məşğul ol. Onları daima gecə və gündüz Allah ilə qorxudun. Ayrılıqda da gecə və gündüz Allaha dua elə. Allahım, mənim namusumu qoru. Övladlarımın namusunu qoru. Qoy Allah da qorusun. Allaha da yalvar. Özün də nəsihət et. Sən nəzarət edə bilməzsən. O bir yerdə xəlvətə düşəcək. Bildiyini eləyəcək. Amma sən onu qorxutsan, Allah ilə, Allahla qorxutsan və yaxud da ki, övlad sənindir, bilərsən hansı metodlarla, nədən qorxur, o usullarla istifadə edin. Övladlarımız belə şeylər etməsin. Onların da gedib belə iş görüb gəlməsi həmən evin bərəkətini məhv edir. Allah qorusun. Burada üçüncü məsələ xəyanətdir. Xəyanət. Xəyanət nədir? Xəyanət verilən sözün tutulmamasına deyilir. Yəni, bəzi insanlar xəyanət dedikdə elə zənn edir ki, yəni, qadın həyat yoldaşına xəyanət elədi və yaxud da ki, kişi öz ailəsinə xəyanət elədi zina barəsində. O, bunlardan biridir. Hər nədə xəyanət vardır, hər nədə. Misal üçün, Qafir surəsi 19-cu ayədə Allah subhanət hala buyurur ki, Ya'ləmu xainətəl a'yun. Allah gözlərin xəyanətini bilir. Allah gözlərin xəyanətini bilir. Gözlərin xəyanəti. Deməli, gözün də xəyanəti var. Gözün xəyanəti nədir? Ona aid olmayan şəxslərin aid olmayan hissələrinə baxması. Tutaq ki, qadındır, naməhrəm kişinin bədən ehtiras üzvlərinə baxır, bədəninə baxır, əzələlərinə baxır, onun gözəlliyinə baxır. Bu, gözün xəyanətidir bu. Və yaxud da kişidir, başqasının namusuna göz dikib, gözü ilə baxır.